önce onu qeyd edeyim ki, stresdən azad olmaq mümkün deyil. Stres bizim həyatımızın təbii bir hissəsidir və normal bir prosesdir. Biz insanıqsa sosial mühitdə oluruq, ailədə, işdə, cəmiyyətdə və bu səbəbdən də bəzən stres yaşaya bilirik. Məsələ stresin idarə edilməsindən gedir və əsas istəyərəm ki, diqqəti buna yönəldim. Yəni, stres idarə etmə bacarığı günümüzdə çox vacib bir məqamdır. Bəzən biz eşidirik ki, bu insan stresə davamlı insandır, bu insan stresə davamsız insandır və buna uyğun da görürük ki, deyirlər ki, misal üçün, bu sözü ona demək olmaz, bu xəbəri ona vermək olmaz və bu kimi yanaşmalar olur. Stresin idarə edilməsi ilə bağlı çoxlu üsullar var və bu insandan insana dəyişir. Ancaq ümumən qəbul olunan və tətbiqdə faydalı olan üsulların bir üçünü qeyd edərəm. Bunlardan biri nəfəs texnikalarıdır ki, mütəxəssislər qeyd edirlər ki, stres prosesində mütləq nəfəs texnikaları etmək lazımdır. Hansı ki, bir qarından nəfəs alırsan, 3 saniyədən sonra nəfəsi buraxırsan və bu çalışma stresin tənzimlənməsinə müsbət təsir göstərir. İkinci bir vacib məqam kimi qeyd edirlər ki, belə hallarda qısa aralar, fasilələr verin, 5 dəqiqə bir kiçik bir gəzmə olar, diqqəti başqa bir şeylərə fokuslamaq olar, məqamlara və üçüncü bir vacib məqam emosiyaları, duyğuları tanımaqdır ki, sən nə stresə salır, nə səni gərgin edir. Bunu tanıyandan sonra insan artıq belə situasiyalarda onda bir psixoloji dayanıqlılıq formalaşır. Yəni, stresi idarə etmək, bacarmaq birbaşa insanın psixoloji sağlamlığına müsbət təsir göstərir. Ona görə də stresdən qorxmayın. Əsas onu idarə etməyi, bacarmağı öyrənmək lazımdır və mən düşünürəm ki, bu öyrənilə bilən bir bacarıqdır. Yetər ki, insanda istək olsun, insan fərqində olsun. Bir gündən olmur, ancaq zamanla insan stresi idarə etməyi öyrənə bilər.